Elə həm. Aha. 1 düzdür. Deməli, 2 düzdür. 29-da 1 düzdür. Qiymətləndirmə vasitəsini müqayisə 2 də düzdür. 3 səhvdir. Bu variantlardan 3-ləri çıxırıq. 4 müəllim fəaliyyəti təqdir olunan qaydaları izah edir. Öz davranışında nümunə göstərir. İzah edir. İzah edir, öz davranışından nümunə göstərir. Təqdir olunan qaydalar hansı məzmun xəttindədir müəllim fəaliyyətində? İnformasiya təminatı və nəzəri birinci məzmun xəttində belə bir müəllim fəaliyyəti yoxdur. Yoxdur. Bu 4-cü məzmun xəttinə aid deyil. Bəli. 1, 2, 4. Aha, 1, 2, 4. Sonra şagird fəaliyyəti. Öz fəaliyyətini qaydalar çərçivəsində qurur. Öz fəaliyyətini qaydalar çərçivəsində qurur. Qoy bir dəqiqə 6-ya da baxın. Şagird fəaliyyəti oyun və sair qaydalara riayət edir. Bax, burada 5-ci məni biraz çarpdırır 5-dən 6. Oyun və sair qaydalara riayət edir. Neçənci məzmun xətti şagird fəaliyyətidir? Keçən dərsdə biz bunu keçdik məzmun xəttlərində. Müəllim və şagird fəaliyyətlərində aydınlıq gətirdik. 3-cü məzmun xəttləri qabiliyyətdir. 1, 2, 4, 6. 4-cü məzmun xəttinə aid olan mülahizələr bunlardır ki, 1, 2, 4-ə qədər gəldiniz, 5, 6, 6. Şagird fəaliyyəti, oyun və sair qaydalara riayət edir. Bu 4-cü məzmun xəttində şagird fəaliyyətinə aiddir. 5-yə baxaq, 5-ə. Şagird fəaliyyəti. Öz fəaliyyətini qaydalar çərçivəsində qurur. Bu qaydalar çərçivəsində qurur. Bu dərsin hazırlayıcı hissəsində şagird fəaliyyətidir. Aydındır? Onda C variantında düz yazmışam. Düzdür. 1, 2, 4, 6. Orada dəftərdə C yazmısınız? C. Yaxşı. 29-a baxaq. Mən sadəcə kamerada görünmürəm. Yəni bir saniyə təzən girim də olar. Siz kamerada görünməyə ehtiyac yoxdur. Ehtiyac yoxdur ki, sizin görünməyiniz. Bağlamışsınız. Yox, onu demirəm. Bir saniyə. Hə. %29-cu sualı görürsünüz. Görürəm. Sadəcə yenə reklam gəldi. Bir saniyə qoy reklam geçsin. Mən onu ləğv edeyim də zəhmət olmasa. PDF-ə girəndə reklam gəlir tez-tez. Mən içərisində oturam 29-u. İnformasiya təminatı və nəzəri biliklər məzmun xəttinin qiymətləndirmə meyarı hansı cavabda düzgün göstərmişdir? Qiymətləndirmə meyarı mövzuya dair məlumat verir. Bəli, mövzuya dair məlumat verir. 30-a baxaq, düz. Hərəkət, bacarıq, vərdiş məzmun xəttinin qiymətləndirmə meyarı hansı cavabda düz göstərilmişdir? Qiymətləndirmə meyarı hansı cavabda düz göstərilmişdir? İcra bacarığı, vərdiş bacarığı A variantı. A variantı deyil. Burada baxın A, B, A, C deyə gəlir. Orada mən 3-cüyü götürmüşəm. İcra bacarığı, vərdiş bacarığı. Bizdən meyar istəyir. Meyar istəyir. Nə olacaq burada? İkinci məzmun xəttinin qiymətləndirmə meyarını istəyir. Qiymətləndirmə meyarı hansıydı? Biz keçən dərsdə danışdıq bunların haqqında. D variantına baxın. Uyğun gəlir icra bacarığı. Sadəcə icra bacarığı. Nə götürmüşdünüz sualda müəllimə? Orada nə yazmışsınız dəftərinizdə? Nə götürmüşdünüz bəndiniz olaraq? Mən D yazmışdım. Sonra təzədən oxuyandan sonra indi yox, əvvəl. Dünən işləyəndə. Təzədən ona A eləmişəm. İcra bacarığı. Yadınızda saxlayın icra bacarığı. 31-ə baxaq. Deməli birinci düz götürmüşəm, sonra səhv götürmüşəm.
31. Üçüncü məzmun xəttinin qiymətləndirmə meyarı hansı cavabda düz göstərmişdir? Üçüncü məzmun xəttinin qiymətləndirmə meyarı A variantı hərəkət qabiliyyətlər. Düz. 32. Şəxsiyyətin mənəvi iradi xüsusiyyətlərinin qiymətləndirmə meyarı düz olan cavabı göstərir. Y variantı mənəvi iradi xüsusiyyət. Düzdür. Düzdür. Bu zaman deyək ki, sual olarsa 4-cü məzmun xəttinin qiymətləndirmə meyarı şagirdin davranışına görə bir də mənəvi iradi xüsusiyyət bunlar eyni mənanı daşıyır. Sonra bu zaman sualda ola bilər ki, qoyulmuş sualın bəndində özünə inam, liderlik, məsuliyyət hissi, bax bunlar da meyardır. 4-cü məzmun xəttini qiymətləndirmə meyarıdır. Düzdür. Bu variantı düz tapdıq. 33-ə baxaq. İnformasiya təminatı və nəzəri biliklər məzmun xətti fiziki tərbiyə dərsinin hansı hissəsində keçirilir? Deməli, burada yazmışam. İnformasiya dərsin giriş hissəsində C variantı. Bəli, reallaşır dərsin birinci hissəsində. 34. Ölçmə hansı məzmun xəttinin qiymətləndirmə üsuludur? Yazmışam ölçmə C variantı. Hərəkət qabiliyyətlər. Bəli. Ondan sonra neçəyə baxam? 31. Müəllim təqdir olunan qaydaları ilk növbədə kimin davranışında nümunə göstərir? Burada yazmışam ki, təqdir olunan qaydaları kimin davranışında nümunə göstərir? Mən şagird yazmışam. Amma özünündür. Özünün. Niyə şagird? Çünki müəllim fəaliyyəti 4-cü məzmun xəttində. 4-cü məzmun xəttində müəllim fəaliyyəti təqdir olunan qaydaları ilk nümayiş etdirir. Özünün, bəli, özünün. Şagirdin qaydalara əməl etməsi neçənci məzmun xəttinin tələblərinə uyğundur? Hərəki bacarıq və vərdiş götürmüşəm B variantı. Qaydalara əməl edir. Hərəki bacarıq vərdişlərdə şagirdin fəaliyyəti hansıdır? Hərəki bacarıqda. Hərəkətlərin icra edir. 36 bizdən soruşur ki, şagirdin qaydalara əməl etməsi neçənci məzmun xəttinin tələblərinə uyğundur? Bu əlbəttə ki, 4-cü məzmun xəttinə olur. Oyun və sair qaydalara riayət edir. Var 4-cü məzmun xəttində belə bir anlayış var. Sadəcə bunu istəyir də bizdən şagirdin qaydalara əməl etməsi. Bu 4-cü məzmun xətti. 37-yə baxaq. Müəllim dərsdə inandırma metodundan istifadə edərək hansı məzmun xətti üzrə fəaliyyət göstərir? Yazmışam burada D variantı mənəvi iradi xüsusiyyət. Əla. Metodur bəli. 38. Hərəkətin struktur çətinliyindən asılı olaraq hansı metodla öyrətmək məqsədə uyğundur? Burada götürmüşəm D variantı. Hissə öyrətmə metodu. Düz. 39. Ondan sonra 39. Hərəkətin oyunların zəruri rejimdə və sayda icrasını təşkil edir. Hərəkətlərin oyunların zəruri rejimdə və sayda. Götürmüşəm C variantı. Hərəkətlərin oyunların icrasını təşkil edir. C variantı götürmüşəm mən. Hərəkətlərin oyunların zəruri rejimdə və sayda icrasını təşkil edir. 3-cü məzmun xətti müəllim fəaliyyəti. Düz yazmışam da C variantı. Müəllim D variantı. Hərəki bacarıq deyil, bu 3-cü məzmun xəttidir. Hərəki qabiliyyətlərdir. Müəllim fəaliyyəti hərəki qabiliyyət. Bu müəllim fəaliyyətidir 3-cü məzmun xəttində. 40-cı suala baxaq. Hazırlayıcı hissədə müəllim fəaliyyətinə aid olanı göstərin. Hazırlayıcı hissədə müəllim fəaliyyətinə aid olanı göstərin. Şagird orqanizmin qızışmasına nail olur. A variantı götürmüşəm. Düz. Tamamilə doğrudur. 41-ə baxırıq. 41-də soruşur ki, şagirdin hərəki bacarıqları formalaşdırılır. Aşım çıxmadı, nəsə qatdım, qarışdırdım. Bu ikinci məzmun xəttindədir də şagirdin hərəki bacarıqlarının formalaşdırması hansı icra mərhələlərindən keçir? Görürsünüz, burada rəngləmişəm. Hansı mərhələlərdən keçir? 1, 3, 6, 7, 9, 10. Orada variant verdim də axı müəllim. Həmin necə rəqəm götürməliydim elə? 41-ci sualdan danışırıq da. Bəli, məsəl üçün deyirsiniz 1, 3, 6 tutalım. Elə götürməliydim də 1, 3, 6 yazmalıydım mən də dəftərimdə.
Yox, aşağıda vermiş A, B, C, D, Y. Baxın aşağıya. Ondan aşağı hissəyə olan hissəyə baxın. A, B, C, D, Y vermişəm də bəli. Müəllim, burada sualların rəqəmləri yaşılla işarələnibdir. Mən onu səhv bilmişəm. Elə bilirəm o da sualdır. 1, 3, A, B, C, D, Y. Y-də yazmışam ki, bunları əzbərçi kimi yanınızda saxlayın. Hə, mən orada yəni anlamamışam. Ona görə yaza Aynen. bilmirəm. Ümumiyyətlə yazmamışam onu. 42-ə Yəni baxaq. başa düşsəydim məncə yazardım. 42. Hərəkət bacarıq vərdişlər məzmun xətti fiziki tərbiyə dərsinin hansı hissəsində keçirilir? Hərəkət bacarıq və vərdişlər yazmışam Y variantı hazır məclisdə. Aha, 43-ə baxaq. Hərəkətlərin və sağlamlaşdırıcı vasitələrinin orqanizmə təsiri əsaslandırır. 42 yazmışam D variantı. 4-cü məzmun xətti tamamlayıcısı. Hərəkətlərin və sağlamlaşdırıcı vasitələrin orqanizmə təsiri əsaslandırır. Hansı məzmun xətti və dərsin hansı hissəsi? Keçən dərsdə dedim, bax, izah. İzahdır, müəllim, diqqətli olun, izah, şərh, əsaslandırma, fərqləndirmə, bilik, sonra məlumat vermək. Bunlar birinci məzmun xəttinə aiddir. Aydındır müəllimə? Bəli. İzahdır, izah varsa cümlədə izahdır, şərhdir, əsaslandırmadır, fərqləndirmədir, məlumat verməkdir, bilikdir, informasiyadır. Bunları cümlələrdə bu kimi sözləri görsəz, bu mütləq şəkildə bilin ki, bu birinci məzmun xəttinə aiddir. Bu olacaq birinci məzmun xətti dərsin ilk hissəsi, giriş hissəsi. Bəli. Aha. 45-ə baxırıq. 45 yoxsa 44? 44. 44. Hərəkət qabiliyyətlərin inkişaf metodlarını izah edir. Neçənci məzmun xətti və dərsin hansı hissəsi? 44-də yazmamışam. Hərəkət qabiliyyətlərin inkişaf metodlarını izah edir. Neçənci məzmun? İzah var da burada. Bu zaman burada nə götürmək lazım idi? İnformasiya təminatı, dərsin giriş hissəsi. Hərəkət qabiliyyətlər bildiyimiz kimi 3-cü məzmun xəttidir. Burada tətbiq yoxdur, yerinə yetirmək yoxdur, nümayiş yoxdur. Hərəkət qabiliyyətlərin inkişafı metodlarını sadəcə izahını verir. İzah edirsə bu olacaq. Əlbəttə ki, birinci məzmun xətti olacaq. Aydındır. Burada tətbiq etmə olsaydı, yerinə yetirir və s. nümayiş etdirir. Bu kimi olsaydı, bu 3-cü məzmun xətti olacaqdı. Amma izah edirsə, şərh edir də, bunun haqqında hələ ki şərh verir, izah edir, məlumatlandırır, informasiya verir. Hərəkət komplekslərin inkişaf etdirici, korreksiya edici qaydalarını izah edir. Neçənci məzmun xətti və dərsin hansı hissəsidir? Hərəkət komplekslərin inkişaf etdirici, korreksiya edici. Götürmüşəm C variantı.